Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Həmd olsun aləmlərin Rəbbi olan Allahu Teala'ya, salavat və salam Resul-i Ekremə və onun müqəddəs əhl-i beytinə, şükürlər olsun insanları cəlalətdən aydınlığa çıxaran Quran-ı Kərimə. Bu dərslərimizdə biz 125 kəlməni öyrənməklə Quran-ı Kərimin 50% kəlməsini anlamağa hədəfləyirik inşallah. Növbəti kəlməmiz. İndə yanında deməkdir, 100 yox, 97 dəfə təkrarlanır və indəhu fə indəhu indəhum kimi rast gəlinir. Ali İmran surəsi 19-cu ayə. İnnəd-dinə indəllahil İslam. İnnəd-dinə həqiqətən din ində yanında Allahın İslam. Allah yanında haqq olan din əlbəttə ki, İslam dinidir. Məə bərabər birlikdə deməkdir. Quran-ı Kərimdə 63 dəfə təkrarlanır. Məəhu, məəhum, məəkə kimi rast gəlinir. Ənfal surəsi 46-cı ayə. Vəsbiru innəllaha məəs-sabirin. Vəsbiru səbr edin. İnnə həqiqətən Allah məə bərabərdir, yanındadır, sabirin. Sabirin, sabirlərlə, səbir edənlərlə bərabərdir, birlikdədir. Əv və ya deməkdir, 280 dəfə təkrarlanır və olduğu kimi rast gəlinir. Möminin surəsi 40-cı ayə. Və mən əmilə salihan min zəkəri əv unsa və huvə mu'minun fəuləykə yədxulunə cənnə və yurzəqunə fihə biğeyri hisab. Və mən və kim əmilə əməl edər salihan, salih əməl min zəkərə kişilərdən əv unsa qadınlardan və huvə mu'minun onlar ki mömindirlər və uləykə yədxulunə cənnət və onlar yədxulunə daxil olarlar cənnətə və yurzəqunə və onlara ruzi verilər fiha orada bixeyri hisab hesabsız da ruzi verilər. Ulu sahiblənmək deməkdir. Sahib deməkdir, nəyinsə bir sahibi olmaq deməkdir. 43 dəfə təkrarlanır. Ulu və ulu, uli və uli kimi rast gəlinir. Sad surəsi 29-cu ayə. Kitabu ənzəlnəhu iləykə mübarəkun liyətədəbbəru əyətihi və liyətəzəkkərə ulul əlbəb. Kitabu, kitabdır ki, ənzəlnəhu, indirdik onu, iləykə sənə, mübarəkdir. Liyətədəbbəru, düşünsünlər, əyətihi, onun ayələrini, liyətəzəkkərə, ibrət alsınlar, ulul əlbab. Ulu sahibləri, əlbab isə ağıl deməkdir. Ağıl sahibləri də ibrət alsınlar. Ləv əgər deməkdir və 201 dəfə təkrarlanır və ləv kimi rast gəlinir. Şura surəsi 8-ci ayə. Və ləv şəəlləh ləyəcəəluhum ümmətə vahidə və ləv əgər şəəlləh Allah diləsəydi ləcəələhum və edərdi onları ümmət millət vahidə tək bir millət edərdi. Li bu hərfi cərdir. Quran-ı Kərimdə 1361 dəfə təkrarlanır. Məxsus olmaq üçün
vardır kimi tərcümə olunur. Ləhu və ləhu, ləhum və ləhum, ləkə və ləkə, li və müxtəlif şəkillərdə rast gəlinir. Bəqərə surəsi 284-cü ayə. Lillahi mə fis-səməvati və mə fil-ərd. Lillahi üçün, Allah üçündür, Allaha məxsusdur. Mə, nə, fi dadə şəkilçisidir bildiyimiz kimi. Səməvati, göylərdə nə varsa və mə fil-ərd, yerdə nə varsa. Hamısı Allaha məxsusdur. Və nəfs, bugünkü dərsimizin sonuncu kəlməsi 293 dəfə təkrarlanır və canlı olan nə varsa bu hamısında bu nəfsin olması mümkündür, vardır. Nəfs elə bildiyimiz kimi nəfsdir, lakin bu ruhdan bir fərqli bir varlıqdır və bütün canlılarda bu vardır. Binəfsi, linəfsi, kənəfsi, nəfsəhu və nəfsəha, nəfsəhum kimi rast gəlinir. Qaf surəsi 16-cı ayə. Ləqəd xaləqnal insənə və nə'ləmu mə tuvəsvisu bihi nəfsuhu. Və ləqəd and olsun ki, xaləqna yaratdıq insənə, insanı və nə'ləmu və bilirik mə nəyi ki tuvəsvisu vəsvəsə edir bihi ona nəfsi. Nəfsi ona vəsvəsə edir. Əksər hallarda biz bir günahın baş verməsini özümüzdən kənarda axtarırıq. Ancaq bu ayədən gördük ki, düzgün idarə olunmayan nəfs belə özümüzə vəsvəsə edə bilir. Bu nəfs haqqında və bunun digər xüsusiyyətləri haqqında ətraflı məlumatı Nəsrəddin Tusinin Əxlaqi Nasiri kitabı əsasında hazırlanmış videolarımızda inşallah izləyə bilərsiniz. İndi isə öyrəndiyimiz kəlmələri təkrarına baxaq və çalışaq onları deyib tərcümələri ilə birgə deməyə. İndə yanında deməkdir. Məə birlikdə deməkdir. Av və ya deməkdir. Ulu sahibi deməkdir. Əgər deməkdir. Li üçün məxsus vardır deməkdir. Nəfsi və burada nəfs kimi bilirik. Allah təbarəkə təala bizləri inşallah nəfsimizin mənfi vəsvəsələrindən özü hifz eləsin, qorusun, bizə nəfsimizi idarə edəməyi bizlərə nəsib eləsin. İnşallah növbəti dərslərdə görüşənə kimi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.